Salam, bu dəfəki videoda mən sizə niyə uzun məsafə qaçışlarında sürətimizin eyni saxlanmalı olduğunu bildirməyə çalışacağam öz təcrübəmdən və öyrəndiklərimdən. Xüsusilə uzun məsafə qaçışlarını 3000 metr yuxarı, 3000 metr və ondan yuxarı qaçan qaçışçılara məsləhət görülür ki, onlar yarışa başlayanda sürətli başlamasınlar. Sürətli başlayan hər bir iştirakçı yarışın növbəti hissələrində, mərhələlərində başlayırlar zəifləməyə. Bu da ondan irəli gəlir ki, siz başlayan, sizin tutaq ki, hər kilometr üçün hədəfiniz yarım marafonda 4 dəqiqədirsə, sizin 4 dəqiqə üçün bəlli bir ürək döyüntünüz var. Bunu siz məşqlər zamanı müəyyən edə bilərsiniz. Tutaq ki, 160-dır hər 4 dəqiqə üçün ürək döyüntünüz yarım marafon məsafəsində. Amma siz sürətinizi götürüb daha sürətli, yəni 3.30, 3.50, 3.45 ilə başlayacaqsa birinci kilometri, istər-istəməz ürək döyüntünüz ona uyğun olacaq. Yəni nəbziniz ona uyğun olacaq. Yəni siz başlayacaqsınız 170, bəzən 170-180 və yaxud da ki 175 ilə sizin standart nəbzinizdən bir xeyli fərq olacaq və bu fərqi sizin bədəniniz çalışacaq yarış müddətində bərpa eləməyə, öz həddinə gətirməyə. Bu sizə çətinlik yaradacaq, hətta yarışda daha zəif nəticə göstərməyinizdən səbəb nəticələnə bilər. Yəni uzun sözün qısası, daha sürətli başlayanda nəbz daha yüksək olacaq, sonra sizin onu daha aşağı nəbzə, yəni standart nəbzinizə gətirməyiniz isə xüsusilə isti hava şəraitlərində isə ümumiyyətlə çətin olacaq. Yəni isti havalarda da yarışlara qoşulacaqsınızsa, qaçacaqsınızsa mütləq şəkildə nəbzinizi idarə edin. Növbəti mərhələlərdə mən çalışacağam sizə bu ətrafda, xüsusilə isti havalarda sürətli qaçmaq lazımdırmı, yoxsa ürək döyüntülərinin standartı ilə daha zəif qaçmaq lazımdır və yaxud da fərqli mövzularda çalışacağam fikirlərimi bölüşməyə. Əgər sizə də maraqlıdırsa bu fikirlər, bu mövzuda, yəni qaçışla bağlı ətraflı məlumatlar, mən çalışıram öyrəndiklərimi sizlə paylaşım. Məni izləməyi və dəstək üçün də məni izləməyi və lazım olduqda sual verməyi də unutmayın. Təşəkkür edirəm.